Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Peyğəmbərimizin İslamı təbliğ metodları kitabından davam edirik. Mövzumuz təbliğlə bağlı Quran-ı Kərimdə keçən terminlər nəsihət hissəsi. Nəsihət aldatma, hilə və yalanın əksidir. Bu kəlmənin gözəl söz və öyüd mənaları da var. Nəsihət və təbliğ məqsəd, mövzu və metodlar baxımından ortaq xüsusiyyətlərə malikdir. Quran-ı Kərimdə təbliğ və nəsihət öyüd kəlmələri ayələrdə birlikdə işlədilir. Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd nəsihət verirəm. Allahdan gələn vəhy ilə sizin bilmədiklərinizi bilirəm. Əraf surəsi 62. Mən Rəbbimin vəhy etdiyi hökmlərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm. Əraf surəsi 68. Salih onlardan üz döndərib belə dedi. Ey qövmüm, mən sizə Rəbbimin əmrini, mənə lütf etdiyi peyğəmbərliyi təbliğ etdim və sizə öyüd nəsihət verdim. Lakin siz öyüd nəsihət verənləri sevmirsiniz. Əraf surəsi 79. Şuayb aleyhissalam onlardan üz döndərib dedi. Ey xalqım, mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd nəsihət verdim. Yenə Əraf surəsi 93. Nəsihət dinin ağlı bəyənib qəbul etdiklərini tövsiyə etmək və öyüd verməkdir. Uca Allah Quran-ı Kərimdə belə buyurur. Allahdan qorxan kimsə mütləq öyüd nəsihət qəbul edəcəkdir. Əla surəsi 10. Din nəsihətdir. Nəsihət vermək asaddır. Nəsihət qəbul etmək isə çətindir. Nəsihətin məqsədi həmsöhbətə bilmədiyi məsələləri öyrətmək deyil. Ümumiyyətlə, həmsöhbət tərəfindən bilinən xüsusların daha duyğulu, həyəcanlı, səmimi və ürəyə yatan tərzdə təkrar edilməsidir. Bu barədə Quran-ı Kərimin müxtəlif yerlərində belə buyurulur. Ya Rəsulum, insanları hikmətlə, Quranla, tutarlı dəlillərlə, gözəl öyüd nəsihət, moizə ilə Rəbbinin yoluna, İslama dəvət et. Onlarla ən gözəl surətdə, şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə uyğun şəkildə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır. Nəhl surəsi 125. Sən onlara Quranla öyüd nəsihət ver. Çünki öyüd nəsihət möminlərə fayda verir. Zariyat surəsi 55. Din nəsihətdir. Hədisi, nəsihətin dinin təməli və əsas sütunu olduğunu bildirir. Bu hədis-i şərif Muslim İman 55-də keçir. Bəs nəsihət kimlər üçündür? Hədisin davamı belə gedir. Allah, onun kitabı, peyğəmbəri, müsəlmanların rəhbərləri və bütün fərdləri üçündür. Görəsən, uca Allahın nəsihətə ehtiyacı varmı? Bu kimi suallara cavab verə bilmək üçün nəsihət kəlməsinin əhatə etdiyi mənaları bilmək lazımdır. Nəsihət sadəcə öyüd vermək mənasına gəlmir. Əslində nəsihətin mənası səmimi olmaqdır. Bunun nəticəsi olaraq lazım gələndə öyüd vermək, nəsihət məfhumunun yalnız bir hissəsidir. Kəlmənin bu mənasını biləndən sonra hədis şərifi daha yaxşı başa düşə bilərik. Din Allaha, onun kitabına, peyğəmbərinə, müsəlmanların rəhbərlərinə və bütün fərdlərinə qarşı səmimi olmaqdır. Uca Allah haqqında səmimiyyəti necə anlamalıyıq? İmam Nəvəvi, Allah ondan razı olsun, bu hədisi belə izah etmişdir. Allah üçün nəsihət, ona iman etmək və ona şərik qoşmamaqdır. Bütün mükəmməl sifətlərin uca Allahda mövcud olduğunu qəbul etməkdir. Onu bütün nöqsanlardan uzaq tutmaqdır. Ona itaət etmək, günahlardan çəkinmək, onun xatirinə sevmək və onun üçün düşmənçilik etməkdir.
Ona itaət edəni dost, üsyan edəni isə düşmən bilməkdir. Allahın dininə qarşı müharibə elan edənlərlə cihad etməkdir. Həmçinin Allahın nemətlərini etiraf etməklə yanaşı, nemətlərə qarşı şükr edib, bütün işlərdə səmimi olmaqdır. Deyilənləri yerinə yetirmək üçün Allaha dua etmək və insanları xeyir işlərə təşviq etməkdir. Quran üçün nəsihət. Quran-Kərimin Allah kəlamı olduğuna, onun tərəfindən nazil edildiyinə, heç bir varlığın kəlamına bənzəmədiyinə, bənzərinin meydana gətirilə bilməyəcəyinə iman gətirmək, ona qarşı ədəblə davranmaq, onu gözəl şəkildə oxumaq, oxunanları təfəkkür etmək, yəni düşünmək, oxuyarkən də hərflərin məxrəclərinə və digər təcvid qaydalarına diqqət etmək, orada yazılanları təsdiq etmək, öğüt nəsihətlərini dinləmək, möhkəm olan ayələrə əməl etmək, mütəşabih ayələrə isə təslim olmaqdır. Bununla yanaşı, Quran-Kərimin gətirdiyi haqq və həqiqətlərdən xəbərdar etmək insanları, eləcə də qeyd etdiyimiz bütün xüsuslara insanları təşviq etməkdir. Möhkəm ayə nə deməkdir? Möhkəm ayənin hökmə dəlaləti açıq və qətidir. Yəni, təbilə ehtiyacı olmayan ayələrdir. Mütəşabih termini. Mütəşabih lüğətdə iki şeyin bir-birinə bənzəməsi mənasına gələn təşabüh məslərindən törənmiş ismi faildir. Termin baxımından nəyin qəsd olunduğu bilinməyən, izaha, təbilə ehtiyacı olan ayələr kimi tərif edilir. Rasulullah üçün nəsihət, onun peyğəmbərliyini təsdiq etmək, gətirdiyi əsaslara iman gətirmək, ona dost olana dost, düşmən olana düşmən olmaqdır. Həmçinin onun şəxsiyyətinə hörmət etmək, sünnəsini yaşamaq, yaşatmaq, gətirdiklərini təbliğ etmək, onların doğru başa düşülməsini təmin etməkdir. Bununla yanaşı, şəri elmləri öyrənərkən ədəbli davranmaq, elm əhli olmadan şəri əsaslardan danışmamaq, elm əhlinə qarşı hörmət bəsləmək, Həzrəti Peyğəmbərin sallallahu aleyhi və səlləm əxlaqı ilə əxlaqlanmaq, əhl-i beyti və sahabələri sevmək, bidətçilərdən və sahabələrə tənə edənlərdən uzaq durmaq, buna bənzər xüsuslardır. Müsəlmanların rəhbərləri üçün nəsihət. Haqq olan işlərdə onlara yardım və itaət etmək. Haqqı və xeyirli əməlləri tövsiyə etmək. Lazım gəldikdə tənbih etmək, öğüt vermək. Müsəlmanlara aid işlərdə onlara xəbərdarlıq etmək. Onlara qarşı üsyan etməmək və insanları onlara itaətə təşviq etməkdir. Bütün müsəlmanlar üçün nəsihət. Dünya və axirətlə əlaqəli işlərdə onları irşad etmək, onları incitməmək, bildikləri dini hökmləri, daha doğrusu bilmədikləri dini hökmləri öyrətmək, onlara köməklik göstərmək. Burada maddi köməklik də ola bilər, material köməklik də ola bilər, mənəvi köməklik də ola bilər və s. Eyblərini örtmək, onları zərərlərdən qorumaq, xeyirli işlərə təşviq etməkdir. Onları gözəl üslubla yaxşı əməllərə çağırmaq və pis əməllərdən çəkindirmək. İnsanlara qarşı şəfqətli olmaq, böyüklərə qarşı hörmət, kiçiklərə qarşı isə mərhəmət sahibi olmaq. Gözəl öğüt nəsihətlərlə onlara yol göstərmək, onları aldatmamaq və onlara qarşı həsəd aparmamaqdır. İnsanları dediyimiz məsələlərə, xüsuslara təşviq etməkdir.
İmam Nəvəvi Şərhül Muslim 2-ci cild səhifə 37-40. Həzrəti Peyğəmbər əleyhissalam bir hədis şərifində belə buyurmuşdur. Bir kimsə sizdən nəsihət istəyərsə, ona nəsihət edin. Əhməd ibn Həmbəl, Musnəd 4-cü cild. Hədisdə qeyd edilən raculun kəliməsi bütün insanları ehtiva edir. Dəvətin qeyri-müsəlmanlara edilməməsi haqqında və bunu qadağan edən hər hansı bir hökm mövcud deyil. Əksinə hidayətə gəlməmiş, haqqı görə bilməyən bir insana haqqı və həqiqəti çatdırmaq və xeyirli əməlləri tövsiyə etmək, hidayət nəsib olduğu halda bir sıra xətalara yol verən insanı haqdan xəbərdar etmək qədər mühümdür. Yəni, nəsihət müsəlman və qeyri-müsəlman fərqi güdmədən edilməlidir. Nəsihət əmr bil-məruf və nəhyanil münkərlə eynidir. Belə ki, Həzrəti Nuhun dəvətindən bəhs olunarkən, mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd nəsihət verirəm. Əraf surəsi 62 ayəsi ilə Həzrəti Huddan bəhs edən, mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm. Əraf 68 ayəsindəki nəsihət kəlməsi Allahın dininə dəvət etmək deməkdir. İmam Müslimin Cərirdən, Allah ona razı olsun, nəql etdiyi namazı tam qılmaq, zəkatı haqqı ilə vermək, hər bir müsəlmana nəsihət etmək və dürüst davranmaq üzrə Rasulullaha beyət etdim. Hədisində isə nəsihət əmri bil-məruf və nəhyanil münkərin əvəzinə istifadə edilmişdir. Yəni, irşad və təbliğ fəaliyyətinin əvəzinə. Burada bu hədis Müslim iman bölməsində keçir. Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni Quranı təbliğ et. Maidə 67 ayəsi Həzrəti Peyğəmbərə aleyhissalam təbliğ vəzifəsini yerinə yetirməyi əmr edir. Təbliğ ancaq qeyri-müsəlmanlara edilməlidir düşüncəsi səhvdir. Həzrəti Peyğəmbər əleyhissalam sahabələrə, həmçinin müşriklərə də İslamı təbliğ etmişdir. Bundan əlavə Rasulullah əleyhissalam vida xutbəsində insanlara təbliğ etdimmi deyə xitab etmişdir. O bununla sadəcə müsəlmanları nəzərdə tutmamışdır. Təbliğ həm müsəlmanlar, həm də kafirlər üçün etibarlıdır. Həzrəti Peyğəmbər əleyhissalam bir hədisində belə buyurur. Kim hidayətə doğru yola dəvət edərsə, o kəs ona tabi olanların savabı qədər savab qazanar. Ancaq bu onların savabından heç bir şey əksiltməz. Kim zəlalətə, pis yola dəvət edərsə, o şəxsə ona tabi olanların günahı yazılar. Bu da onların günahlarından heç bir şey əksiltməz. Müslim elm 6 hədisi. Burada bir haşiyə çıxın. Bəzi valideynlər, bəzi dost-tanışlar evlatlarına söyüş öyrədirlər. Bu, bizim əsrimizdə yayılmış sosial problemlərdən biridir. Çünki uşaq bildiyimiz kimi ağ kağız kimi bir şeydir. Nə yazsız onu, nə öyrətsiz onu qəbul edir. Zaman keçdikcə bu uşaq bu söyüşü cəmiyyətdə, evdə, ailədə, çöldə, bayırda tətbiq eləməyə başlayır və nəticədə valideynlərinin günah yazılır. Bu işlərdən uzaq durmaq lazımdır. Çünki bu uşaqlar, yəni uşağın həyası elə söyüş söyməklə pozulmağa başlayır. Dəvət bütün insanlar, həm müsəlman, həm də qeyri-müsəlmanlar üçün etibarlıdır. İstənilən inanc və əqidəyə mənsub insan İslama dəvət edilə bilər.